Salam aleykum xanımlar, kanalıma xoş gəlmişsiniz. Birinci oçerit başlayayım. Nədən? O adresi deyim sizə, harada yerləşdiyi. Sumqayıt şəhəri, 17-ci mikrorayon. Bu hissədə 5 fəsillə ucuz marketdir. Burada da ki, Qərb sarayı. Baxız, Qərb sarayı ilə üzbəyüzündən biraz belə qabağa gəlirsiniz. Nur Hicab yazılıb. Ora keçirsiniz. İşte. Nə ilə maraqlıdırsa ona baxa bilərsiniz. Buradakı niyə boşdur? Burada çıxartmışam paltaları. Geyinib göstərmək istəyirəm. O baxımdan hələ ki fürsət olmayıb geyinim göstərim deyə. Videolarımız ucu qutarıb əldə olan paylaşmaq üçün onları da çəkmək lazımdır. Sonra nə deyəcəkdim? Şərh bölməsində yazılan suallara cavab vermək istəyirəm bu videoda. Çatdırılma var ya yox deyə. Çatdırılma da ki, əslində risk eləyib hələ ki eləməmişik. Eləmək istəyirik, amma ki bir tərəfdən də fikirləşirəm ki, məsəl üçün müştəri məsəl üçün gəlir, paltar geyinir, eləyir, xoşuna gəlir, gedir, məsəl üçün gedir, sonra elə evdə də baxır, sonra nəsə də məsəl üçün ya evdəki yoldaşı qoymadı, ya nə bilim nəsə rəngi bir də fikrini dəyişdi, rəngi xoşuna gəlmədi. Axır ki də gəlir dəyişir. Bunun çatdırılma olanda məsəl üçün rayonlara çatdırılma oldu. Sonra nə bilim Bakıya çatdırılma oldu. Sonra o xoşuna gəlməsə, eləməsə onu necə bir də qaytarmaq, təzədən poçtla göndər, biraz gəliz gəlir mənə. O baxımdan biraz hələ ki risk eləyib çatdırılma eləmirik. No, fikrimizdə var inşallah. Baxaq görək. Bir dəfə gərək risk eləyək, ondan sonra davamı gələr. Sonra nə deyəcəkdim? Adresi dedim, buna suala cavab verdim və yenə nə sual var idi? Xalçalar da soruşanlar var idi. Xalçalardan qiymətlər də deyirlər, deyim, göstərəndə. O da qiymət göstərirəm sonra. Nə bilim. Bəzi çox səhifələrdə qiymətləri demirlər o baxımdan. Məsəl üçün xalçaları indi deyim sizə. Məsəl üçün bu xalçalar. Bunlar 20 manatadır. Bunlar 18 manatadır. Bunlar həmçinin eyni şeydir. Bunlar 10 manata rəngləri. Bu 8 manatadır bir dənədir. Buna baxanda nazikdir, buna baxanda qalındır. Bu isə 6 manatadır. Sonra belə də sumka kimi namaz xalçalar var. Endirimli mallar da buradadır. Klientlər həmişə gələnlər endirim istəyirlər. Əslində belə baxanda bizim başqa mağazalara baxanda bizdə qiymətlər münasibdir. Çox su elə deyir də, yəni ki. Endirimli mallar da daha var. Endirim da eləməyə də daha ucu yeri yoxdur da. Onsuz da elə də çox üz üstünə qoymuruq təzə olduğumuz üçün. Hələ ki tam da belə necə deyirlər, anlayışımız da yoxdur ki, hələ nə qədər gəlirimiz olacaq, nə olacaq, sərf eləyəcək, eləməyəcək, indi hələ deyə bilmərəm də, yəni ki, gələcəkdə qiymət qalxacaq, qalxmayacaq, но hələ ki bizdə münasib qiymətədir, yəni başqa mağazalarla fərqləndirəndə bizdə münasibdir. Həm klientlər özləri deyirlər, həm də biz özümüz də yoxlamışıq da, yəni baxmışıq. Bəzi mallar məsəl üçün elə əvvəldən özümüz də baha almışıq deyə, məsəl üçün bunlar, onlara endirim eləmək vəbşey alınmır. Endirimli mallarda bura düzmüşük. Hicablarıdır, şalvarlarıdır, yubkalarıdır, donlarıdır, kostyumlarıdır. Bir də ki, bir nəfər də soruşmuşdu ki, şalvarlar da satırsınız, nəcib şalvar da satırsınız deyə. Şalvar da ki, biz məsəl üçün, indi birincisi bura tək mənim yerim deyil. Deyim ki, hamısını mən öz istəyimə görə mal yığım. İkincisi də ki, bura gələn klientlərdir ki, məsəl üçün mən bunu söyləmişəm ki, bunu şalvarla da geyinmək üçün. Durub kimsə tək gəlib şalvar alanda mən durub deyəsi deyirəm ki, niyə şalvar satmıram, ya nə bilim nəsə şey eləmirəm deyə. Ya da ki, məsəl üçün kimsə tək başı bağlılar girmir axı bura. Həm də başı bağlılar da həmçinin. Başı bağlılar hamısı don, yubka geyinmir axı. Şalvar da geyinə o şərt deyil ki, məsəl üçün qısa göbəyinə kimi köynəklə şalvar geyinsin, uzun köynəklə, tunika ilə nə bilim belə geyinirlər, şey eləyirlər. İndi biz də hər çeşiddən mal qoymuşuq ki bura.
həm mala görə, məsəl üçün paltara görə seçim olsun deyə, həm də ki, həm ucuz da mal gətirmişik, həm baha da mal gətirmişik. Söyləmişik ki, hər bir istəyə uyğun, hər bir qiymətə uyğun paltar olsun deyə burada. Bir də nə sual var idi? Videolarda çəkiliş eləyəndə, məsəl üçün mən üzərimdə çep olsun, nə bilim, çanta olsun, nə bilim, nə olsun, belə geyinib göstərəndə bəziləri yazırlar ki, yəni ki, özümü reklam eləyirəm, nə bilim. Mən çep belə olmaz deyə geyinmək, nə bilim nə. Onu anlayıram, mən özüm də bilirəm sadəcə olaraq ki, mən o məhsulu reklam eləməliyəm axı, bu satılmalıdır deyə. Mən də ki, o kompleks şəklində hamısını göstərirəm, hansı bir-birinə uyğun gəlirsə, onu göstərməyə çalışıram. Mən özümü orada reklam eləmirəm ki, yəni ki, mən necə qəşəng görünürəm, yəni neyinirəm deyə, o baxımdan mən onu çəkmirəm. Mən onu çəkirəm ki, yəni ki, bu paltar bu pencə ilə gedir, bu çep bununla gedir deyə. Orada çep də satılıqdır, sumka da satılıqdır, pencəyi də, nə bilim, don da, hamısı satılıqdır deyə, hamısını üzərimdə göstərim ki, bununla gedir deyə. Mən durub onu indi özümü reklam üçün eləmirəm. Mən o malı reklam eləmək üçün onu geyinmişəm, şey eləmişəm, göstərməyə çalışıram. Yəni, xahiş edirəm, reklam bu səhifələrdə biri var ki, adi səhifə olsun. Məsəl üçün, şəxsi kanalda, məsəl üçün, ki, bəzənib, düzənib, özünü göstərir də, məsəl üçün, ona deyə bilərsiniz. Amma bu satdıq olan, məsəl üçün, malını reklam eləyib satdan insan üçün onun deməyə biraz yeri yoxdur da. İndi başa düşürük, yəni ki, belə olmaz, o olmaz. İndi hərəsi bir cür geyinir, hərəsi öz şeyinə, düzdür, necə deyərlər. Demək də müsəlmanın borcudur, amma ki, reklamda, nə bilim, mağaza işində onu bilən bilir, bilməyən də bilmir. İndi deməyin biraz şey yoxdur da. İndi belə elə də kobud da istəmirəm səslənsin dediyim. Hamı başa düşürəm, bilirəm necədir, nədir. No, bu da ki, işdir də, yəni ki. Yenə də bilmirəm, indi fikrimi çatdıra bildim ya yox. Yenə də, nəysə, axır ki. Bir də kimin nə sualı varsa yazsın, amma ki, zəhmət olmasa kobudcasına yox, mədənicəsinə nəyəsə fikrini demək istəyəndə desin, şeyləsin. Yəni, düz deyim, Allah şükür, belə kobudcasına heç kim yazıb eləyən olmuyor. Allah'a min şükür. Bəzi düzdür, xoşuma gəlməyən kommentləri silirəm. Yəni ki, xoşuma gəlməyən nə mənada xoşuma gəlməyən? Yəni ki, uzanmasın deyə o söhbət. Yəni ki, şey olmasın deyə silməyə çalışıram, şey eləyirəm. Amma belə. Nəysə, sağ olun, salamat qalın. Artıq gələn var. Ona görə sağollaşıram.